Əziz müəllimlər, mən Ayşə Bayramlı. Bugün sizlərə 60 ədədlik qəbul tipli sınağımızın izahını verəcəm. Əvvəlcə bir məlumatda diqqətinizə çatdırmaq istəyərdim ki, bizim artıq bilirik ki, çərçivə sənədimiz tərbiyəçi müəllimlərin işə qəbulu ilə bağlı çərçivə sənədimizdə yenilənmələr var. Bəzi mövzuların adları çıxarılıb, bəzi mövzular isə yeni əlavə olunub. Əslində yeni əlavə olunan mövzuları biz demək olar ki, məsələn, bəzi mövzuların içərisində keçirik. Yəni elə bir çox yenilik yoxdur. Və bu yeniliklərlə əlaqəli də, hansı ki, yeni əlavə olunan mövzularla əlaqəlidir, yaxın zamanlarda yenə də video izahlar, dərslər təşkil olunacaq və onlar haqqında da məlumatlar veriləcək. Əlavə olaraq bu sınağımız ödənişsiz qaydada həyata keçirilmişdir. Eyni zamanda növbəti həftədə yenə də tam ödənişsiz bir sınaq təşkil olunacaq. Tam ödənişsiz sınaqlarımıza qoşulmaq, eyni zamanda mart qruplarında hal-hazırda dərslərə başlanılacaq növbəti həftədən və bayramlarla əlaqəli olaraq da mart qruplarında qiymətlərində endirim olacaq. Hansı ki, ödənişsiz sınaqlara qoşulmaq, eyni zamanda qruplar haqqında məlumat üçün isə ekranda gördüyünüz 070 721 3647 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz və bu zaman geniş şəkildə suallarınızın cavablandırılması, sınaq qrupuna qoşulmaq, eyni zamanda dərslər haqqında məlumatlar əldə edə bilərsiniz. İndi isə gəlin başlayaq sınağımızın izahına. Deməli, birinci testimizə baxdığımızda görürük ki, deyir ki, verilənlərdən biri sosial həyatla bağlı bilik, bacarıq vərdişləri özünə məxsus tərzdə nümayiş etdirir. Əsas standartının 6 standartıdır. Biz bilirik ki, sosial emosionalın 3 əsas standartı var, amma bizdən sosial həyatla bağlı olanı istəyir. Yəni, mən də həmişə müəllimlərə deyirəm ki, sosial həyatla bağlı bir, belə deyim, 6 standart varsa, daha doğrusu 6 standart istənilirsə, bu zaman hərəkət və davranışı daha çox axtarın. İndi gəlin görək, burada hansı variant olacaq? Birinci deyir ki, hərəkətli oyun, əyləncə, emosional əhval-ruhiyyə və s. nümayiş etdirir. Baxın, bu tərzdə hansı ki, ünsiyyətə girdiyi zaman uşağın müəyyən emosiyaları, əhval-ruhiyyələri əks etdirməsi öz əksini göstərir. Buna görə də bunu biz ünsiyyətə götürürük. Növbətidə deyir ki, B variantında birgə fəaliyyət planlaşdırarkən tərəfdaşlarının maraq fikirlərini nəzərə alaraq onların emosional vəziyyətindən diqqət yetirir. Emosional vəziyyət sözü varsa, mən bunu müəllimlərimə də deyirəm hər zaman ki, emosional vəziyyət ünsiyyətin açar sözüdür. Yəni, sanki mən ünsiyyətə girmək istəyirəm və bu zaman qarşı tərəfin emosional vəziyyətini də nəzərə alıram. Verilmiş qaydalar dözümlülük göstərir. Bu dözümlüyə aiddir elə. Eyni zamanda oyun hərəkətlərindən alınan nəticələr sevinir. Bu artıq oyunun hərəkətlərinin alınan nəticəyə sevinə bilir. Yəni, davranışlarına, əsasən oyun prosesindəsə, deməli, oyun prosesinə daxil ola bilib. Onun davranışı həmin yerə uyğundur. Buna görə də burada sosial həyatla bağlı olduğunu götürürük. Ətrafdakılara mehriban davranırsa, mən mehriban davrana bilməyim üçün mənə dözümlülük lazımdır ki, yəni mən mehriban davrana bilim. Buna görə də, yəni hörmət, dözümlülük, bunlar məndə olmalıydı. Buna görə birinci testimizdə D variantını götürürük. Bu arada sınağımızı tərtib olunan testlərdə hansı ki, 3 səviyyədə, asan, orta və çətin səviyyədə tərtib olunub. Yəni, düşünməyin ki, ya çox asan, ya çox çətindir. Əslində, bəzi testlər var idi ki, sadəcə diqqət tələb edirdi. Onların da sirlərini sınaqlar işlədikcə əslində daha da dərindən öyrənə bilərik. Növbəti testimiz isə uyğunluğu müəyyən edim testidir. Hansı ki, bu tipli testlərdə biz bilirik ki, bizə doğru və yanlış tipli olur. Deməli, aydındır ki, doğrunun altında biz pluslar axtaracağıq, yanlışın altında da minuslar axtaracağıq, yəni mənfiləri. İndi baxıram, kitab köşəsi uşaqlarda ədəbi maraq formalaşdırmaqda böyük rol oynayır və buna görə də bütün qruplarda ilin əvvəlində uşaqların köməyi ilə təşkil olunur. Amma biz demişdik ki, kiçik qruplarda kitab köşəsi dərhal ilin əvvəlində təşkil olunmurdu. Buna görə bütün qruplarda olmazdı. Buna görə birinciyə yanlış qoyuruq, yəni mənfi işarəsi. İkinci, deyir ki, gəlincik köşəsi uşaqların psixi inkişafına və kiçik motor bacarıqlarının formalaşmasına təsir göstərir. Bəli, həqiqətən də həm uşağın psixi cəhətdən inkişafı, həm də onun saçını daraması, geyindirməsi uşağın kiçik motorikasına təsir göstərir. Bu doğrudur. Üçüncüdə deyir ki, tikinti köşəsi uşaqlarda quraşdırma və riyazi bacarıqların formalaşmasına böyük rol oynayır. Burada riyazi sözü çaşdıra bilər, amma əslində doğrudur. Çünki, məsələn, mən körpü tikirəm, neçə deyək ki, mənə blok lazım olacaq. Burada riyazi cəhətdən enli mi lazımdır, məsələn, uzun mu lazımdır, hündür mü lazımdır? Yəni, burada riyazi anlayışlara toxunulur. Buna görə bu da doğrudur.
Növbəti ki, kitab sərgiləri uşaqların kitaba qarşı marağını artırır və sərgilər 3 gündən artıq davam etmir və məktəbə hazırlıq qrupunda təşkil olunur. Bəli, 3 gün təşkil olunur, 3 gündən artıq olmur, amma məktəbə hazırlıqda yox. Kitab sərgiləri 4-5 yaş qrupuna aiddir. Deməli, burada doğrunun altındakı doğrumuz 1-dir. Yəni plusu götürürəm. Yanlış altındakı minusumuz isə 4-dür. Ona görə burada cavabımız 1-lə 4 olacaq. Yəni D variantı. Növbəti testimiz 3-cü. Deyir ki, verilən fikrin aid olduğu variantı seçin. Tərbiyəçi uşaqlara sual verir. Uşaqlar, dostunuzun çox sevdiyi oyuncağı sizinlə bölüşmürsə və bu doğru olarmı və siz onunla oyuncaqlarınızı bölüşərsinizmi? Deməli, burada baxırıq ki, yəni burada problemli situasiyadırmı bu, provokativ mübahisəli sualdırmı, buna fikir verməliyik. Bu baxıram ki, adi bir sual deyil. Suallar çünki açıq və qapalı olurdu. Bu əqli hücum deyil, çünki əqli hücum olsaydı burada ideyalar toplanardı və sadəcə uşaqların ideyasını toplaya biləcəkləri bir sual verərdi. Amma fikir verirsiniz, çox sevdiyi bir oyuncağı. Yəni əslində uşaq oyuncağı çox sevirsə, onu bölüşə də bilər. Yəni çox sevsə belə. Amma bəzi uşaqlara görə çox sevdiyi üçün bölüşməyə bilər və burada fikir ayrılığı yaranır. Fikir ayrılığı yarandığı üçün burada ideya mübadiləsi gedir artıq. Bu da olacaq müzakirə. Növbəti problemli vəziyyət ola bilməzdi. Çünki burada problemli vəziyyətdə biz deyirik ki, uşaqları qrup işinə bölür və işçi vərəqləri təqdim edirdi. Söz assosiasiyası isə ilkin bilikləri toplayırdı. Burada belə bir şey yox idi. Növbəti 4-cü sualımıza baxırıq. Burada da yenə uyğunluğu müəyyən edərək bu tipli testlərdə də bu hissə ilə bu hissə bir-birinə uyğun olmalıdır. Yəni, bura doğrudursa, burada doğru olmalıdır. Bura yanlışsa, burada yanlış olmalıdır. Əgər uyğun olmasa, deməli ki, uyğunsuzluq olacaq və biz onu götürməyəcəyik. Deməli, birinci deyək ki, perspektiv planlaşdırma zamanı mövzuların yaxından uzağa əsasən müəyyən olması psixoloji ardıcıllıqdır. Yaxından uzağa, yəni məndən başlaması deməkdir. Bəli, həqiqətən də bu psixoloji ardıcıllıqdır. Sadədən mürəkkəbə özündən başlayaraq mövzuların öyrədilməsi. Deməli, bu doğrudur, qarşısına da doğru yazılıb. Doğruya doğru olduğu üçün biz biri götürürük. Növbəti, cari planda məşğələnin mərhələləri yazılmalıdır. Mən qeyd etmişdim ki, məşğələnin mərhələlərini biz nə caridə, nə də perspektivdə yazmırıq. İcmalda yazırıq və icmalı da cari əsasən götürürük. Amma caridə biz məşğələnin mərhələlərini yazmadığımız üçün bunu biz doğru götürmürük. Və qarşısına doğru olduğu üçün yanlışa doğru biz bunu götürməyəcəyik. Bizdən çünki uyğunluq istəyirdi. Növbəti, cari plan vasitəsilə dəyərləndirmə metodlarını müəyyən etmək olur. Biz bilirik ki, dəyərləndirmə dedikdə hansı ki meyarlar çıxartmaqdır. Meyar məqsəddən çıxır. Məqsəd cari planda yer alır. Deməli, haradasa cari plan dəyərləndirmə metodunu seçməyə kömək edə bilər. Buna görə bu doğrudur və doğruya doğrudur. 3-ü götürürük. Növbəti, resurslar həm perspektivdə, həm də cari planda dəqiq şəkildə verilmişdir. Qeyd eləmişdik ki, resurs həm caridə, həm də perspektivdə var. Amma perspektiv plan ilin əvvəlində yazıldığı üçün orada məqsəd qeyd olunmur və məqsəd qeyd olunmadığı üçün mən resursları tam dəqiq şəkildə oraya yaza bilmərəm. Yəni, müvafiq vəsaitlər yazmaq olar. Amma məsələn, tam dəqiq bilə bilmərəm ki, mən hansı vəsait olacaq. Çünki mənim məqsədlərimdə daha spesifiklik vurğulanacaq. Ona görə bu yanlışdır və qarşısına doğru yazılmışdı. Biz bunu da götürmədik. 5-ci, perspektiv planda inkişaf sahəsi daxili və inkişaf sahəsi arası inteqrasiyadan istifadə olunur. Bəli, həqiqətən də istər perspektiv olsun, istər cari var bu. Amma burada perspektiv planı vurğulayıb yenə də doğrudur. Çünki inkişaf sahəsi daxili, eyni zamanda inkişaf sahəsi arası inteqrasiyadan istifadə olunur. Bu doğrudur, amma bunun altında da yanlış yazılmışdı, qarşısına daha doğrusu. Biz ona görə də bunu yəni uyğunsuz kimi götürürük, yəni buna da baxmırıq. Deməli, bizim üçün burada doğru olanlar hansılar oldu? Doğruya doğru 1 idi, 3-cü də doğruya doğru idi. Qalanlar isə uyğunsuz olduğu üçün biz sadəcə 1-lə 3-ü, yəni Y variantını burada doğru götürdük. Növbəti, 5-ci, deyir ki, gün rejimi haqqında deyilən fikirlərdən biri yanlışdır. Səhər qəbulundan əvvəl tərbiyəçi uşaqlara oxumaq üçün bədii oxu seçir. Bəli, həqiqətən də səhər qəbulundan əvvəl tərbiyəçi uşaqlara bədii oxunu seçir, amma bunu oxumur. Sadəcə planlaşdırır ki, hansı oxu olacaq. Bu doğrudur, amma biz yanlış axtarırıq. Səhər fəaliyyətini müşahidə və yaxud da müsahibə ilə təşkil edirik. Həqiqətən də səhər fəaliyyətində ya uşaqlarla söhbət apara bilərik və yaxud da müşahidələr təşkil edə bilərik. Bu da doğrudur. C variantında deyir ki, səhər qəbulundan əvvəl uşaqlar məhsuldar fəaliyyətlə məşğul olur. Həqiqətən də uşaqları qəbul etdikcə, hansı ki onlar gəlir, yəni səmərəli fəaliyyət növü ilə məşğul ola bilərlər. Bu da doğrudur. Səhər fəaliyyəti zamanı gimnastika təşkil olunur. Gimnastikanın təşkil olunması
səhər qəbulundan əvvəldir. Yəni hələ yemək fəaliyyətindən əvvəl gimnastik hərəkətlər təşkil olunur. Bu əvvəl olduğu üçün elə D variantı yanlış olacaq. Səhər fəaliyyəti zamanı uşaqlarla fərdi iş təşkil olunur. Bəli, biz səhər fəaliyyəti zamanı uşaqlarla fərdi iş təşkil edə bilərik. Növbəti 6-cı deyir ki, verilən şəkildə hansı qeyri-ənənəvi rəsm texnikası təsvir olunur? Baxanda şəklə görürük ki, müxtəlif bibərləri gül şəklində kəsiblər, sonra onu rəngləyib kağızın üzərinə köçürürlər. Biz də bilirdik ki, əgər hər hansı bir əşyadan kağıza köçürülmə varsa, orada ştampik texnikası olacaq. Ştamp kimi elə bir ki, vurulur. Yəni, müxtəlif əşyalardan kağıza köçürülmədir. Növbəti testimiz Venn diaqramıdır. Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Bu tipli testlərdən birinciyə aid olanları 1-ə, 2-yə aid olanları isə 2-yə birləşdirəcəyik. Deyir ki, iki eyni şəkil arasındakı fərqi tapın. Əgər iki eyni şəkil arasında fərqi axtarıramsa, deməli mən çox diqqətli olmalıyam. Çünki şəkillər bir-birinə çox bənzəyir və diqqətlə baxıb oradakı fərqi görməliyəm. Bu ona görə diqqət olacaq. Əvvəl öyrəndiyi məlumatı yeni öyrəndiyi məlumatla əlaqələndirir. Deməli, əvvəlki ilə yenini fərqləndirirsə, burada bir fərqləndirmə, qruplaşdırma, müqayisə var. Bu da aid olacaq təfəkkürə, dərk etməlidir ki, onu fərqləndirə bilsin. Labirinti əsasən düzgün yolu tapır. Baxın, labirint nədir? Məsələn, dovşan hansı yolla getsə, deyək ki, kökə çatar. Uşaq çox diqqətlə getməlidir labirint tipli yolları, yoxsa düzgün tapa bilməzdir. Ona görə diqqət lazımdır. Göstərilən heyvanların balalarını tapır və birləşdirir. Uşaq dərk etməlidir ki, bu heyvanın balası hansıdır? Ondan sonra birləşdirə bilər. Ona görə dərk etmə, yəni təfəkkürə aid olacaq. Burada deməli uyğunluğumuzda 1-ə AC-ni götürürük, 2-yə də BD-ni. Olacaq doğru variant A variantı. Növbəti. Verilən fikirlərin uyğun olduğu variantı seçin. Müəllim uşaqlara payız fəslini əks etdirən bir şəkil göstərir. Şəkildə ağacların yarpaqları tökülür. Uşaqlar parkda gəzirlər. Müəllim uşaqlara şəklə baxaraq gördükləri haqqında danışmağı xahiş edir. Aysel deyir, ağacların yarpaqları tökülür, uşaqlar parkda gəzir. Bu hansı varianta uyğun gəlir? Biz burada gördük ki, müəllim nə edir? Bir şəkil göstərir uşaqlara. Deməli, bizim işimiz şəkil üzrə gedir. Şəkildə müxtəlif deyək ki, situasiyalar təsvir olunmuşdur. Müəllim uşaqlardan nəyi xahiş edir? Onlar haqqında danışmağı xahiş edir. Aysel də başlayır şəkildə gördüyü haqqında öz fikrini danışmağa, yəni şərh etməyə. Obyekti adlandırmadır. Çünki burada görürsünüz, nəyisə adlandırma yoxdur, artıq danışırdı. Kiçik həcmli nağıl şeir söyləmədir situasiyamızda. Hekayə nağıl danışmadır burada. Hekayə tərtib etmədir. Sadəcə olaraq şəkil əsasında fikrini sadə şəkildə şərh etdim. Yəni öz fikirlərini şərh etmişdi. Buna görə də Y variantını doğru götürürük. Növbəti testimiz uyğunluğu müəyyən edin. Yenə də burada doğru yanlış tipli testimizdir, lakin uyğunluğa baxmalıyıq. Yəni ola bilsin ki, hər iki tərəfdə yanlışdır, amma biz onu doğru götürə bilərik. Yəni uyğun götürə bilərik. Əsas odur doğruya doğru, yanlışa yanlış olsun. Deyir ki, təlim nəticəsi inteqrativ olmalıdır. Biz də qeyd etmişdik ki, təlim nəticəsi inteqrativ ola bilməz. Çünki inteqrasiya alt standarta aiddir. İnteqrativlik funksiyası alt standartındır. Təlim nəticəsi məqsəddir. Nə olsun ki, alt standartdan məqsəd çıxır, amma bunlar ayrı-ayrıdır. Alt standart dövlətin tələbi, təlim nəticəsi müəllimin yaratdığıdır. Buna görə də inteqrativ olmaq alt standarta aiddir. Bu yanlışdır, amma qarşısında doğru yazılıb deyə biz 1-ə baxmayacağıq. İkinci, ümumi təlim nəticəsi diferensial olmalıdır. Baxın, ümumi təlim nəticəsi ilin sonu üçündə artıq. İlin sonunda çatmalı olduğumuz bir hədəfdir. Bunu biz necə diferensial qura bilərik? Yəni, necə orada müxtəlifliyi nəzərə alacağıq? Axı, qrup olaraq ümumi çatmağımız lazım olan bir ümumi təlim nəticəmiz var idi. Ona görə bu da yanlışdır. Amma burada doğru deyir deyə biz 2-ni də götürmürük. Alt standart davamlı olmalı, hər uşağın potensialını nəzərə alaraq müəyyənləşir. Bəli, alt standart həqiqətən də davamlı olurdu. Davamlı funksiyası var. Davamlı olması nə idi? Yaşa görə sadədən mürəkkəbə doğru getməsi. Məsələn, birinci kiçikdə biraz sadədir, növbəti də mürəkkəbləşir və beləliklə davamlı gedir. Amma burada uşaqların potensialları nəzərə alınmır axı. Deyilmir ki, məsələn, zəif uşaqdan ötürü belə bir şey. Alt standart əsasən məqsəd təyin etdiyimizdə orada uşaqların potensialını nəzərə alırıq. Bu isə yaş qrupu üzrə verilmişdi. Ona görə bu yanlışdır, elə bu da yanlış idi. Yanlışa yanlış olduğu üçün 3-ü də burada biz götürdük. Növbəti, əsas standart ümumi verilir və əsasən dəyişir. Həqiqətən də əsas standartlar ümumi şəkildə verilirdi. Məsələn, fiziki hərəkətlər nümayiş etdirir. Həqiqətən də bu ümumidir. Eyni zamanda əsasən dəyişir, bəli, çox az hallarda dəyişə bilirdi. Ona görə biz bunu doğru götürürük və doğruya doğru olduğu üçün 4-ü də doğru götürürük. Təlim nəticəsinin dəqiqlik funksiyası var. Biz demişdik ki, dəqiqlik, davamlılıq, düzgünlük və inteqrativ olmaq təlim nəticəsinə deyil, alt standarta aiddir. Ona görə yanlış idi.
Yanlışa da yanlışı götürdüğümüz için biz 5'i də doğru götürürük. Burada doğru variantımız 3, 4, 5. Yəni B variantıdır. 10-cu, verilənlərdən biri düzgün təlim nəticəsi deyil. Yəni biz yanlış axtarırıq, düzgün olmasın. Fəsilləri adlandırır. Bəli, bir məşğələdə fəsilləri uşaqlar adlandıra bilərlər. Ev heyvanlarının səsinə görə fərqləndirir. Bu da məqsəddir. Problemi həll edir. Biz demişdik ki, məqsəd hansı ki spesifik olmalıdır. Burada hansı problemi həll edir? Məsələn, A-da bildim ki, fəsil haqqındadır, B-də bildim ev heyvanıdır. Amma burada yəni problem hansı problemdir? Bilinmir. Bir məşğələdə bütün problemləri həll edə bilərik? Təbii ki də xeyr. Deməli, burada bilinmir, spesifiklik yox idi. Ona görə C yanlışdır. 2 ayaq üzərində hoppanır. Bəli, bir məşğələdə 2 ayaq üzərində hoppanmağı öyrətmək olar. Ailə üzvlərini adlandırır. Bəli, olar. 11-ci. Tərbiyəçi uşaqlara bitkilər haqqında məşğələ keçir. Məşğələ prosesində uşaqlara bitkilərə dair geniş şəkildə bilik verir. Lakin onları qorumaq lazım olduğunu vurğulamır. Uşaqlar bitkilər haqqında dərin bilik, bacarığa malik olur. Təlimin təşkilində hansı prinsip pozulur? Baxın, burada görürsünüz ki, tərbiyəçi uşaqlara biliklər aşılayır. Yəni, uşaqların bilik cəhətdən bir problemi yoxdur. Onsuz bitki haqqında geniş şəkildə məlumatları var, biliyi var. Amma fikir verirsiniz, bitkini qorumağın nə demək olduğunu bilmir. Yəni, təlim var, kifayət qədər, amma tərbiyə yoxdur. Təlim olub, tərbiyə yoxdursa, deməli, burada pedaqoji prosesin tamlığı yoxdur. Nə olsun ki, bitki haqqında hər şeyi bilir, amma sabah bitkiyə zərər vuracaq, onu qorumaq lazım olduğuna, ona qayğı göstərmək lazım olduğunu bilmir. Yəni, təlim olsa da tərbiyə olmadığı üçün burada pedaqoji prosesin tamlığı pozulur. Növbəti, verilən fikirlərdən biri yanlışdır. A variantında deyir ki, 1-3 yaşlı uşaqların həyatında aparıcı fəaliyyət oyun hesab olunur. Biz də qeyd etmişdik ki, 1-3 yaşlı uşaqların həyatında aparıcı fəaliyyət oyun fəaliyyəti deyil. Aparıcı fəaliyyət əşya manipulyattiv fəaliyyətdir. Çünki o dövrdə daha çox əşyaları qırmaq, əşyaları kəşf etmək əsası idi. Elə yanlış variant bu özüdür. 1-3 yaşda aparıcı fəaliyyət olacaq, əşyavi manipulyattiv. 3-6-da oyundan istifadə olunur. Bu da demək deyil ki, 1-3 yaşda uşaq heç oyun oynamır. Yox. Sadəcə olaraq aparıcı fəaliyyət, yəni əsas orada nəyisə kəşf edib öyrənmək idi. Oyun fəaliyyəti 3-6-dadır. 1-3 yaşlı uşaqların məşğələsi oyun formasına keçirir. Bəli, həmin dövrdə uşaqlar məşğələ desək ki, yəni onlar üçün maraqlı gəlməz. Ona görə oyun qururuq. 1-3 yaşlı uşaqlara məşğələ fəaliyyəti üçün istifadə olunan iş üsulları oyun formasındadır. Bəli, həqiqətən də 1-3 yaşlı uşaqlar üçün istifadə etdiyimiz iş üsullarımız didaktik oyun, sujetli rollu oyun, bir də hərəkətli oyundur. Həqiqətən bu da doğrudur. Hərəkətli oyun iş üsulu uşaqlara 2 qrupa bölməklə öyrədilir. Bəli, hərəkətli oyunlar biraz mürəkkəb olduğu üçün, əslində biraz mürəkkəb deyəndə, yəni uşağın yaşına görə mürəkkəbdir. Yəni uşaqlara hərəkətləri öyrətmək çətin olduğu üçün, buna görə biz uşaqları 2 qrupa bölürük. Birinci qrupu öyrədirik, sonra digər qrupu. Bu da doğrudur. Sujetli rollu oyunlar iş üsulu 1-3 yaşlı uşaqlara aiddir. Bəli, iş üsulu kimi 1-3-ə aiddir. Bu da doğrudur. Burada da yanlış variantımız A variantı idi. Verilən fikrin aid olduğu variantı seçin. Tədqiqat zamanı yaranan problemləri həll edir. Əgər uşaq tədqiqat zamanı yaranan problemi həll edə bilirsə, bu aid olacaq 5-6 yaş qrupuna. Çünki həm tədqiqat edə bilir, araşdıra bilir, həm də problem həll edə bilir, mürəkkəbdir. Ona görə də olacaq 5-6 yaş qrupuna. Növbəti, verilən fikrin aid olduğu variantı seçin. Müəllim uşaqlara təbiət haqqında söhbət edir. Həyətdə gəzərkən külək əsir və ağacların yarpaqları tərpənir. Aytən ağaca baxaraq deyir. Ağac indi rəqs edir. Çünki çox sevinir. Baxın, burada görürsünüz ki, ağac rəqs edir. Yəni, insana məxsus bir keyfiyyət ağaca köçürülüb. Biz də demişdik ki, uşaq əgər qarışdırırsa, canlı-cansız aləm bir-birinə qarışdırırsa və eyni zamanda insana məxsus keyfiyyətləri digərlərinin üzərinə köçürürsə, çünki ağac insan kimi rəqs edə bilməz. Bu zaman animizm baş verirdi. Ona görə də burada C variantını götürürük. Əgər insana məxsus keyfiyyətlər köçürülsə, bənzədilsə, bu zaman animizm götürəcəksiniz. 15-ci. Tərbiyəçi müəllim əvvəlcədən baş verəcək problemi görür və aradan qaldırırsa, bu tərbiyəçinin hansı bacarığıdır? Tərbiyəçi müəllimin, məsələn, mən məşğələ keçirəm. Əvvəlcədən bilirəm ki, burada məsələn, mənə uşaq hansı sual verə bilər, hansı problemlə rastlaşa bilərəm. Bu, mənim əvvəlcədən planlı olmağımdan irəli gəlir. Buna görə də mən əgər əvvəlcədən planlıyamsa, işimi dəqiq bilirəmsə, məqsədlərimi müəyyən edə bilirəmsə, bu təbii ki də mənim konstruktiv bacarığımdır. Yəni, əvvəlcədən bilirəm, əvvəlcədən görürəm. Növbəti. Verilən fikirlərdən biri doğru deyil. Təlim nəticəsi alt standarta əsasən təyin olunur. Gəlin baxaq. Deməli, biz doğru deyilik, yəni yanlış axtarırıq.
Təlim nəticəsi bəli, alt standarta əsasən təyin olunur, çünki alt standartdan çıxır. Təlim nəticəsi dəyərləndirməyə xidmət edir. Biz demişik ki, təlim nəticələrinə əsasən biz dəyərləndirmə təşkil edə bilirik. Yəni, təlim nəticəsindən biz meyarı çıxarda bilirik. Amma bu demək deyil ki, mən təlim nəticəsi çıxartmaqda məqsədim elə dəyərləndirməkdir. Yəni, dəyərləndirməyə xidmət etmir. Sadəcə olaraq təlim nəticəsindən biz meyarlar çıxarda bilirik. Bu yanlışdır. Təlim nəticəsinə əsasən resurs seçilən zaman bəli, dəqiq olur. Çünki məqsədə baxıb daha dəqiq bilirəm ki, bu məqsədə çatmaq üçün hansı resurslar məndə olmalıdır. Təlim nəticəsi əlçatan olmalıdır. Bəli, həqiqətən də əlçatan olması yaxşıdır ki, sadədən mürəkkəbə doğru düzülür. Bunlar doğrudur. Eyni zamanda təlim nəticəsi uşaqların potensialını nəzərə almaqla təyin olunur. Bəli, mən həmişə deyirəm ki, 3 məqsəd yazırsınızsa, birinci asan, ikinci orta, üçüncü çətin olur. Niyə? Ən azı uşaqlar, məsələn, zəif uşaq varsa, birinci məqsədə çatsın. Güclü uşaq, məsələn, 1-2 ona maraqlı gəlməz, üçüncü məqsəd onun üçün daha maraqlı gəlsin deyə. Uşaqlarla söhbət formasında keçirilir. Uşaqların ilkin bilikləri yoxlanılır, uşaqların maraq və potensialını müəyyən edən dəyərləndirmə metodudur. Əslində bu testimiz çox sadə testdir. Sadəcə olaraq biraz diqqət tələb edir. Burada biz ilkin sözünü gördüyümüz zaman, ilkin bilikləri gördüyümüz zaman, hansı ki maraq gördükdə, potensial gördükdə bizim ağlımıza gələn olacaq diaqnostik dəyərləndirmə. Çünki biz ilkin, maraq, potensial orada görmüşük. Amma burada bizdən dəyərləndirmə növü istəmir, metod istəyir. Metod da diaqnostik deyil. Burada olacaq müsahibə. Uşağın ilkin biliyi, marağı. Desəydi növ diaqnostik, amma metod dediyi üçün biz burada müsahibədən istifadə etdik. Növbəti. Uyğunluğu müəyyən edin. Yenə də doğru yanlış tipli testimizdir. Doğrunun qarşısına plus, çünki doğruda doğruları axtaracağıq, yəni plusları. Yanlışa minus qoyuruq, yəni burada da çıxları, mənfiləri axtaracağıq. Əqli hücum iş üsulundan istifadə etdikdə uşaqlarda təhlil etmə bacarığı formalaşır. Mən baxıram ki, əqli hücum iş üsulundan istifadə edəndə uşaqların ideyaları toplanır və uşaqlar daha yaradıcı düşünürlər, çünki ideyaları irəli sürürlər. Burada nəyisə təhlil edib dərk etmirlər. Ona görə də bu yanlışdır. Klaster iş üsulu uşaqlarda axtarıcılıq bacarığını inkişaf etdirir. Klasterdə uşaq nəyisə axtarmır, onsuz hazır şəkildə verilib. Sadəcə onu birləşdirərək ümumiləşdirmə bacarığı olacaq. Axtarmaq isə tapmacada olacaq. Nağıl etmə iş üsulu zamanı məntiqi ardıcıllıq mütləq göstərilməlidir. Baxın, burada məntiqi ardıcıllıq ola bilməz, çünki ardıcıllıq gözlənməlidir. Məntiqi cəhətdən ardıcıllıq isə suallarda olacaq. Müzakirə iş üsulu zamanı uşaqlar problemi həll edərək tərbiyəçiyə təqdim edirlər. Burada problemi həll etmirlər, əksinə çətin bir sual verilir və onun cavabını tapmağa çalışırlar. Eyni zamanda tərbiyəçiyə təqdim etmirlər, onlar bir-biri ilə müzakirə edib düzgün qərar qəbul edirlər. Ona görə bu da yanlışdır. Biz baxdıq ki, 4 fikir də yanlışdır. Plus olan yerdə biz pluslar axtarmalıydıq, amma yoxdur. Ona görə gəlirik mənfilərə baxmağa. Mənfilər də hər ikisi də mənfi idi deyə 3 ilə 4-ü götürürük. Yəni D variantı. Tərbiyəçi bu mərhələdə az hərəkətli oyun təşkil edərək uşaqların tənəffüs sistemini normallaşdırır. Hansı ki, fiziki mədəniyyət məşğələsi 3 hissədən ibarətdir. Hazırlayıcı, əsas və tamamlayıcı idi. Uşaqların əsasən düzgün nəfəs alma, nəfəs vermə, az hərəkətli oyun, tənəffüsün normaya düşməsi bu tamamlayıcı mərhələdədir. Yəni məşğələni birbaşa bitirə bilmərik də. Ən az uşaqlarda müəyyən qədər deyək ki, tənəffüs sistemi normaya salınmalıdır. Bundan sonra artıq məşğələmiz yekunlaşa bilərdi. 20-ci. Uşaqlar uyğunluğu müəyyən edin. Deməli, Gardner uşaqların müxtəlif öyrənmə tərzlərinə malikdir. Həqiqətən də müxtəlif intellekt nəzəriyyəsidir. Yəni, insanların, uşaqların müxtəlif intellektə sahib olduğunu deyir. Müxtəlif intellektə sahibsə, deməli, müxtəlif öyrənmə tərzi var. Froebel uşaqlarda təbiətin rolu böyükdür. Froebel'ə görə təbiətin rolu deyil də, daha çox oyuncaqları ilə məşhurdur. Məsələn, deyir ki, oyuncaqlar uşağın inkişafında mütləq rol oynayır. Ona görə ki, yanlışdır. Montessori uşaqlarını inkişaf etdirmək üçün müxtəlif zonalar yaratmışdı. Bu zona hansı ki, güşələrdir. Əsasən Montessori'nin qrupu güşələrlə zəngin idi. Yəni, müxtəlif öyrənmə zonaları var idi. Kosmik zonası olsun, deyək ki, digər zonaları, sensmotor zonaları. Burada da uşaqlar müstəqil şəkildə öyrənirlər. Bu da doğrudur. Waldorf uşaqları 4 yaşa qədər riyaziyyat öyrətməməlidir. Ümumiyyətlə, Waldorf deyir ki, 7 yaşa kimi təlim fəaliyyəti olmamalı. Daha çox əyləncə, hekayə, incəsənət olmalıdır. Bu yanlışdır. 4 yaşa qədər riyaziyyat olmamalıdır deyə Montessori idi. Deyirdi ki, yəni rəqəmlər öyrədilməsin, riyaziyyat öyrədilməsin, sadə riyazi anlayışlar öyrədilsin. Deməli, birinciyə biz doğrunu axtarırıq, doğrunun altında 1-i, yanlışın altında da 4-ü götürürük. Oldu, burada da doğru variantımız 1 ilə 4. Yəni, C variantı.
Uşaqlar əvvəlcə əşyaların rənginə, sonra formasına, daha sonra ölçüsünə görə qruplaşdırmağı öyrənirlər. Bu fəaliyyət hansı məşğələyə aiddir və hansı anlayışa? Baxın, forma, həcm, ölçü bunlar varsa, deməli burada sadə riyazi təsəvvürlər məşğələsindən söhbət gedir. Qruplaşdırmaq varsa, fərqləndirmək varsa, bu da etalon olacaq. Oldu sadə riyazi təsəvvürlər və sensor etalon. Verilən fikrin uyğun olduğu variantı seçin. Uşaqlar əşyaların xarici əlamətlərinin hamı tərəfindən qəbul edilmiş obrazlar haqqında təsəvvürləri formalaşdırması nəzərdə tutulan uzun müddətli və mürəkkəb prosesdir. Hansı ki, bunlar içində hansı ki təsəvvürlər, yəni artıq bu təsəvvürlər, obraz haqqında təsəvvür formalaşır, eyni zamanda uzun müddətli və mürəkkəb bir prosesdir deyirsə, burada etalon olacaq. Etalon uzun müddətli, mürəkkəbdir. Uyğunluqlardan biri doğru deyil. Deməli, dəqiqlik, məlumat vermək, nəql etmək, təsəvvür etmə prosesinin mahiyyəti etibarilə mühüm epizoda buraxmaq, hadisənin inkişaf dinamikasını nəzərə almaq, səbəb-nəticə əlaqəsini gözləyə bilməmək, ağıllı mühakimə yürütmək və düzgün nəticəyə gəlmək bacarığıdır. Baxın, dəqiqlik bu deyil. Dəqiq bu, hansı ki səbəb-nəticə əlaqəsidir, ağıllı mühakimə irəli sürməkdir. Bunlar artıq məntiqi ardıcıllıqla əlaqəlidir, yəni məntiqi bilməkdən ibarətdir. Ona görə burada biz dəqiqlik götürə bilmərik. B variantı. Aydınlıq şifahi nitqin dinləyənlərin anlaq səviyyəsinə uyğun olmalıdır. Bəli, həqiqətən də biz aydın danışmaq üçün gərək bizim qarşı tərəfin anlaq səviyyəsinə uyğun danışaq, özünün savadlı adam kimi tanıtmaq məqsədində məsələn çətin tipli sözlərdən istifadə etsək, təbii ki də qarşı tərəfin nitqimiz aydın olmalıdır. Bu doğrudur. Məzmunluq haqqında söhbət gedən əşya hadisəni yaxşı tanımağı tələb edir, düzdür. Yəni onun məzmununu yaxşı bilir. İfadəlik, yəni fikrini parlaq və obrazlı ifadəli olmasını tələb edirdi. Bu da doğrudur. Təmizlik isə nitqində, məsələn, hansı ki, bəzi tipli sözlərin işlənməməsidir. Elə burada da parazit sözlərin, yəni nitqdən çıxartmaqdır. Elə bu da doğruydu. Deməli, burada bir dənə uyğunsuz olan A variantı oldu. Çünki dəqiqlik deyildi orada, məntiqi ardıcıllıq var idi. Qeyri-ənənəvi rəsm texnikası haqqında deyilən fikirlərdən biri yanlışdır. Qeyri-ənənəvi rəsm texnikaları haqqında uşaqlarda estetik yaradıcı inkişaf sahəsinin yaradıcılıq sərgilərini formalaşdırır. Düzdür. Rəsm varsa bu yaradıcılıq sərgiləsi və estetik yaradıcı inkişaf sahəsidir. Bu doğrudur. Uşaqlarda hər hansı bir qeyri-adi bacarıq tələb etmir və kiçik motoru inkişaf etdirir. Rəsm çəkən zaman uşaqlarda kiçik motoru inkişaf edir. Eyni zamanda hər hansı bir qeyri-adi bacarağa ehtiyac yoxdur. Çünki adi barmaqları belə rəngləyəndə qeyri-adi rəsm yaratmaq olur. Bunlar bacarıq tələb etməyən texnikadır. Uşaqda özgüvən yaranmasına dəstək olur. Bəli, hər hansı bir bacarıq tələb etmədiyi üçün uşaq tam rahat şəkildə bu texnikanı yerinə yetirə bilir. Buna görə xüsusi bir bacarağa ehtiyac yoxdur. Uşaqlarda şəxsiyyət yönümlü prinsipini formalaşdırır. Bəli, kiçik motor varsa, şəxsiyyət yönümlü var. Uşaqda təhlil etmə bacarığı formalaşır. Axı qeyri-ənənəvi rəsm texnikası qeyri-adidir, bacarıq tələb etmir. Burada nəyi təhlil edəcəklər uşaqlar? Ona görə də burada Y variantı yanlış olacaq. Verilənlərdən biri refleksiv sual deyil. Refleksiv sual nə idi? Daha çox uşağın açıq uclu olan öz düşüncəsi, özünə tənqidi yanaşması ilə bağlıdır. İndi biz burada elə sual axtaracağıq ki, burada uşaq öz-özünə tənqidi yanaşa bilməsin. Bu işi başqa necə edə bilərsən? Baxın, bu zaman düşünəcək ki, görəsən mən başqa nə edə bilərdim? Özünə tənqidi yanaşacaq. Dostuna kömək edəndə necə hiss etdin? Baxın, özü ilə bağlıdır, öz hissi ilə bağlıdır. Bu məşğələdə ən sevdiyin hansı hissi oldu? Bu mənə maraqlıdır ki, görüm hansı hissədir, onu düşünəcək, deyəcək və səbəbini deyəcək. Nağılda hansı obraz haqqında danışırsan? Məsələn, çıxıb hansısa bir obraz haqqında danışacaq, deyirəm hansı obraz idi? Bu da deyəcək ki, məsələn, nağılın bir personajın adını. Gördünüz, bu artıq düşünmə tələb etmədi. Elə danışdığımız, öyrətdiyimiz mövzu ilə əlaqəlidir. Bu adi bir sualdır, refleksiv sual deyil. Dostuna kömək etdikdə necə hiss etdin? Təbii ki də bu refleksiv sualdır. Çünki orada mən düşünəcəm ki, görəsən mən necə hiss etdim? Yaxşı mı hiss etdim? Özümü daha belə deyək də köməksevərmi hiss etdim? Yəni bu haqda artıq düşünəcəm. Növbəti, uyğunluğu müəyyən edin. Burada bizə lazımdır uyğunluq. Məktəbəqədər yaş uşaqların, yəni bu tərəfdə verilən fikirlə bu tərəfdəki fikir bir-birinə uyğun olmalıdır. Məktəbəqədər yaş uşaqların intellektual, fiziki və mənəvi inkişafına xidmət edən bilik, bacarıq, vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi. Bu məktəbəqədər təhsildir. Bunu mən sizə belə deyə bilərəm. Hansı ki, bilik, bacarıq sözü görürsünüz, amma orada motivasiya sözü də varsa, bu təlim olacaq. Biz də baxırıq ki, burada motivasiya sözü yoxdur, deməli bu təlim deyil. Birinciyə baxmadıq. İkinci, məktəbəqədər təhsil prosesində uşaqların fərdi xüsusiyyətlərini, maraqları, tələbatları, fiziki, əqli səviyyəsi, psixofizioloji xüsusiyyətləri nəzərə almaqla təşkil olunur. Bəli, biz uşaqların marağına uyğun təşkil edildisə, fərdi ehtiyacına deməli diferensial yanaşırdıq. 2 doğrudur.
Məktəbəqədər yaşlı uşaqların bilik, bacarıq vərdişlərinin, səriştələrin mənimsənilməsi, biliklərin gündəlik həyatda tətbiq etmə bacarığının əldə edilməsi, təhsil almaq üçün motivasiyanın formalaşdırılması, hansı ki, mən bayaq qeyd elədim ki, motivasiya sözü görəndə bizim ağlımıza təlim gəlirdi. Ona görə 3 də yanlışdır. 4-cü. Uşaqların əqli, fiziki inkişafı və təhsil nailiyyətləri haqqında toplanmış məlumatların dəyərləndirilməsi prosesi, bəli, bu qiymətləndirmədir. Uşaqların əqli, fiziki inkişafında pozuntuların korreksiyası ilə məşğul olan şəxs loqoped. Bu isə defaktoloqdur, çünki nitqlə məşğul olan loqoped idi. Uşaqların ailənin, cəmiyyətin, dövlətin tələbinə uyğun olaraq elmi pedaqoji prinsiplər əsasında hazırlanan məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsinə xidmət edən ümumi normaların məcmusu məktəbəqədər təhsilin dövlət standartı olacaq. Deməli, burada biz doğru olanları götürdük, hansı ki, plus qoyduqlarımı götürürük, çünki burada doğru yanlış tipli test deyil, sadəcə uyğunluqdur. Yəni, qarşı tərəflər bir-birinə uyğun olmalıydı. 2, 4, 6-nı götürürük, yəni D variantı. 27. Verilənlərdən biri təhsil verənin vəzifəsi deyil. Yəni, təhsil verənin deyirsə, tərbiyəçi müəllimin vəzifəsi olmamalıdır. Biz də bilirik ki, hansı ki, vəzifə nə idi? Müəllimin etməli olduğudur. Hüquq isə bizə olunmalıdır. Yəni, biz tələb edə bilirik onu. Vəzifəni isə bizdən tələb edirlər. Məktəbdə təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, biz hər birimiz dövlət siyasətini həyata keçirməliyik. Bu vəzifəmizdir. İxtisasımızı artırmaq, peşəkar səviyyəmizi yüksəltmək, eyni zamanda sertifikasiyadan keçmək, bəli, bu da bizim vəzifəmizdir. Dövlətin təhsil standartlarına uyğun, təhsil alanlara zəruri bilik və həyati bacarıqların yiyələnməsini təmin etmək, bəli, bizim elə işimizin əsas məqsədi budur ki, uşaqlara bilik, bacarıqlar aşılayaq. Təhsil alanlar Azərbaycan xalqının dilinə, adət-ənənələrinə, mənəvi dəyərinə, dövlət rəmzlərinə hörmət, azərbaycançılıq və vətənpərvərlik ruhunda tərbiyə etmək, bəli, biz uşaqlara bunları da öyrətməliyik, bu da bizim vəzifəmizdir. Müəssisə rəhbərliyi, pedaqoji kollektivlə əməkdaşlıq etmək. Burada bizim valideynlərlə əməkdaşlıq etmək ümumiyyətlə vəzifəmizdir. Amma müəssisə rəhbərliyi, pedaqoji kollektivlə əməkdaşlıq etmək, təlim-tərbiyə prosesinin təkmilləşməsi üzrə təklif irəli sürmək, bu valideynin vəzifəsidir. Yəni, təhsil verənə aid deyil. Ona görə də biz bunu yanlış götürürük. Çünki təhsil verənin vəzifəsi deyildir. Uşaqlar rəqs edərək öyrənməsi Gardnerin hansı intellekt tipinə aiddir? Rəqs edirsə, deməli, hərəkətlər var. Burada musiqi ola bilməzdir, çünki musiqi duyumundan söhbət getmir. Yəni, rəqslərlə öyrənir, yəni hərəkət edir. Deməli, burada olacaq bədən kinestetik. Verilənlərin neçənciləri yanlışdır? Tərbiyəçi tənqidi fikirləri qəbul etməlidir. Yazıb ki, loyallıq. Tənqidi fikirləri qəbul etmək, yəni məsələn, kimsə mənə nəsə fikirlər sürür, mən də qayıdıb onu tez əsəbləşib kobudlayıram. Deməli, məndə mədəni davranış yoxdur. Tənqidi fikri qəbul etmək olacaq mədəni davranış. Bir yanlış idi, bizdən yanlış istəyirdi. Tərbiyəçi uşaqların valideyninin davranışına görə kənarlaşdırır. Məsələn, deyək ki, valideynlə səhər ünsiyyətim pis oldu, mən də onu qrupda kənarlaşdırdım. Deməli, mən qərəzsizəm. Qərəzsizliyi pozdum, yəni qərəzliyə yanaşıram uşağa. 2 də yanlışdır. Uşaqlarla olan fəaliyyətini planlaşdırarkən müəllim adını, daha doğrusu paylaşaraq müəllim adını ucutdur. Məsələn, mən məşğələmi çəkirəm, paylaşıram, təhsil sisteminə müəllim adına belə deyim, rəğbət qazanıram. Bu doğrudur, ictimai etimad qazanıram. Tərbiyəçi vəzifələrini yerinə yetirmir. Əgər öz vəzifəmi yerinə yetirmirəmsə, fərdi məsuliyyəti pozuram. Peşəkarlıq və fərdi məsuliyyəti pozuram. Burada qanun deyil. Sonra tərbiyəçi məşğələni keyfiyyətli keçir, deməli mən vicdanlıyam. Yəni məşğələ keçmirəm, eyni zamanda keyfiyyətli keçirəm bunu. Bu zamanda vicdanlıqdan söhbət gedir. Deməli burada uyğunsuz və yanlış olanlar 1, 2, 4. Yəni Y variantı oldu. Verilənlərdən biri scaffolding deyil. Scaffolding köməkdir, dəstəkdir. Yəni uşaqlara müəyyən bir yolun göstərilməsidir. Mən dəyərləndirmə etdiyim zaman uşağa sanki onun harda çətinliyi var, onu da göstərirəm, yol göstərdim. Məqsədləri müəyyən edirəm, bilirəm ki, hansı məqsədlərə çatacağıq, bunu kömək etdim. Uşağın fərdi iş verirəm. Əgər fərdi iş verirəmsə, uşaq bunu tək başına edəcək. Artıq mənim orada köməyə ehtiyacım qalmadı. Yəni, uşaq özü fərdi oturub işləyəcək. Yəni, burada kömək olmadı. Bu scaffolding sayılmır. Əyanilik üzərində qururam ki, uşaq tam öyrənə bilsin. Əyaniliyimlə kömək edirəm. İnteqrasiyadan istifadə edirəm. Məsələn, mənə sual verir, mən də hər hansı bir əlaqələndirmə edirəm. Bu zamanda mən uşağın yenə də öyrənməsinə nail oluram. Hazır şəkildə vermədim. Sadəcə olaraq müəyyən bir yollar istifadə etdim. Amma fərdi işi verdim ki, bunu işlə artıq tək başına. Təbii ki də artıq orada bir scaffolding kömək dəstək olmayacaq. Verilənlərdən biri doğru deyil. Müxtəlif məşğələlər arasındakı inteqrasiya üfüqi inteqrasiyadır. Gəlin baxaq.
Burada deməli müxtəlif məşğələ, məsələn, savad təlimi, eyni zamanda riyaziyyat. Bunlar hər ikisi idraki aiddir. Hər ikisi də müxtəlif məşğələdir, amma görürsüz idrakdır. Amma üfüqi inteqrasiyada müxtəlif məzmun xətti olurdu. Amma burada gördünüz idrakda qaldı. Deməli bu yanlışdır. Müxtəlif məşğələ yox, müxtəlif məzmun xətti olardı. Elə A variantı yanlışdır. Müxtəlif yaş qrupu olan inteqrasiya bəli şaqolidir, çünki yaşlar dəyişirdi. Yaş dəyişirsə qarışıq qrupda istifadə olunan da şaquli olacaq, düzdür. Eyni yaş qrupda bəli üfüqidir, eyni inkişaf sahəsinin daxilində də şaqulidir. Burada sadəcə A variantı yanlış idi. Əgər müxtəlif məzmun xətti desəydi, o da doğru olardı, amma məşğələ dediyi üçün yanlışdır. 32. Müəllim uşaqlara müxtəlif fiqurlar göstərir. 3 bucaq, bucaqları it olan, kvadrat, düz bucaqlı, böyük bucaqlı, 3 bucaq. Müəllim uşaqlara deyir, uşaqlar gəlin bu fiqurlara diqqətlə baxaq. Bəzilərində bucaqlar dar görünür, bəzilərində isə geniş. Sizcə hansıları bir yerə yığmaq olar? Uşaqlar müşahidə edirlər. Kvadrat və düz bucaqlının da öz qrupunda olsun. Deməli, uşaqlar nə edirlər? Burada fiqurlara baxırlar, bucaqlarına əsasən, saylarına əsasən nə edirlər? Onları eyni qrupa yığırlar. Nə olsun ki, bəziləri böyükdür, amma onlara fikir verin, ölçüsünə görə, yenə də saylarına əsasən, bucaqlarına əsasən eyni qrupa yığırlar. Deməli, uşaqlarda qruplaşdırma bacarığı var. İki oxşar əşya seçmədilər. Dairəvi əşya yoxdur. Adlandırmadılar, fərqləndirmədilər, sadəcə qruplaşdırdılar. Ona görə də Y variantı olacaq. Məktəbəqədər təlimdə üstünə sayma və üstündən sayma əsasında hesablama üsuluna aid olan seçin. Baxın, bir var üstünə sayma, bir də var üstündən sayma. Üstünə sayma budur ki, yəni üstünə gəlir. Bir vahid əlavə olunur. Üstündən saymasa, yəni üstündən gedir ədədin. Məsələn, 5 deyir, 5-in üstündən gedir. Bir vahid götürmədir. İndi baxıram, əlavə etmə, bir vahid götürmə hansı variantda olacaq? B variantında. Verilən rəylərdən biri doğru deyil. Deməli, deyir ki, bizə düzgün rəy forması, gələcəyə yönəlik, hansı ki, birinci müsbət keyfiyyəti vurğulayıb, sonra mənfini çatışmamazlığı göstərən rəylərdir. Sən tapşırığı diqqətlə dinlədin, bu çox yaxşıdır. Deməli, sən mövzuları anlamağa çalışırsan. Amma işi sona qədər tamamlamağa biraz da səy göstərsən, növbəti dəfə daha da uğurlu nəticə əldə edərsən. Bəli, bu doğrudur. Həqiqətən birinci müsbəti vurğuladı, sonra da çalışmamazlığı qeyd etdim. Çünki uşağın inkişafına yönəlməlidir. Sənin sual verməyin çox xoşuma gəldi. Bu sənin düşünərək öyrəndiyini göstərir. Amma tapşırığı yerinə yetirərkən biraz daha diqqətli olsan, gələn dəfə işi daha da düzgün edə bilərsən. Bu da doğrudur. Sən mövzunu yaxşı başa düşdün və fikrini deməkdən çəkinmədin. İndi isə çalış ki, tapşırıqları daha da səliqəli ilə yerinə yetirəsən. Bəli, bu da doğrudur. Sənin müşahidə etmə bacarığın çox yaxşıdır. Ətrafda olanları tez anlayırsan. Amma işi yerinə yetirərkən bəzən tələsmirsən. Əgər biraz da diqqətlə etsən, növbəti dəfə daha da yaxşı olacaq. Bu da doğrudur. Çünki uşağın orada işini edib sadəcə tələsməsini də vurğulayıb. Sən çox maraqlı fəaliyyətə qoşuldun. Bu sənin öyrənməyə həvəsli olduğunu göstərir. Amma çalış ki, başladığın işi sona qədər davam etdirəsən. O zaman nəticən daha da uğurlu olacaq və yoldaşların sənə gülməyəcək. Bəli, nəticən uğurlu olacaq, amma yoldaşlarınla müqayisə, yoldaşının sənə gülməməsi, bu tipli rəylər doğru deyil. Yəni, ümumiyyətlə, yoldaşları nəsə dedi və yaxud da güləcək, sən daha yaxşı olacaqsan yoldaşlarla. Bu müqayisə deməkdir artıq. Ona görə doğru sayılmazdır. Uşaqların qavramaya əsasən ideyalar irəli sürməsi Piagetin hansı mərhələsidir? Hansı ki, bu bəlkə də Piagetin mərhələləri haqqında məlumatımız zəifdirsə, daha asan tapmaq üçün bir yol deyəcəm. Hansı ki, qavramaya əsasən ideya. İdeyalar əqli hücumdadır və 3-6 yaşa aiddir. Deməli, əgər uşaq ideya irəli sürürsə, haradasa 3 yaşdan 6 yaş aralığındadır. Mən də baxıram ki, sens motor 0-2-dir, konkret deməli məktəb dövrüdür, 7-11, əməliyyat öncəsi 2-7 yaşdır. Deməli, elə qavramaya əsasən ideyanı da bu yaşda irəli sürəcək. Formal məktəb dövrüdür, 12+, mücərrəd də yenə eyni qaydada. Tərbiyəçi müəllimin məşğələnin motivasiyasını quran zaman hansı mühit daha vacibdir? Yəni, mən əgər motivasiya qururamsa, hansı mühit olmazsa olmaz olmalıdır? Təbii ki də fiziki mühit əşyalardır, əyanlikdir. Qrupda gördüyümüz bütün əşyalarımız, əyanliyimiz hər biri fiziki mühit sayılır. Nəyə görə? Çünki əgər mənim əlimdə bir cəlbedici əşyam olmasa, əyanliyim olmasa, necə mən uşaqları cəlb edə bilərəm? Motivasiya əyanlikdir, cəlbedici deməkdir. Burada da əsas olacaq fiziki mühit. Növbəti sualımız 37. 37-ci suala baxdığımızda görürük ki, inkişaf etdirici mühit haqqında deyilən fikirlərdən biri yanlışdır. Yəni, biri inkişaf etdirici mühitə aid olmamalıdır, yanlış olmalıdır. İnkişaf etdirici təlim mühiti uşaqlarda təfəkkür, sosial, emosional, fiziki, yaradıcı inkişaf sahəsində böyük təsir göstərən mühitdir. Bəli, həqiqətən də inkişaf etdirici mühit elə qurulmalıdır ki, uşaqlara hər tərəfli təsir göstərsin.
Bu doğrudur. İnkişaf etdirici təlim mühiti fiziki və psixoloji baxımdan təhlükəsiz, həvəsləndirici bir mühit yaradaraq müstəqil və qrup layihələri, oyun, müxtəlif vasitələr, digər uşaqlarla, böyüklərlə qarşılıqlı əlaqə vasitəsində inkişafını dəstəkləyən mühitdir. Bəli, bu da doğrudur. Çünki uşaqlarda böyüklərə qarşı əlaqə vasitələrinin inkişafını dəstəkləyən bir mühitdir. İnkişaf etdirici təlim mühiti tərbiyəçi müəllimin rolunu, uşağın özünü ifadəsini dəstəkləmək, bəli, uşaq özünü ifadə etməyə bacarsın, arzu olunan davranışları, keyfiyyətlər formalaşdırılır, niyə, nə üçün suallarının verilməsi, ətrafdakılara qarşı hörmət, qayğı, yəni bir tərəfdən hər tərəfli uşağın inkişafını dəstəkləyir, məsuliyyət hissini aşılayır, doğrudur. İnkişaf etdirici mühit uşağın təlimin bütün aspektlərini təmin edir və tərbiyəçi müəllim yalnız uşaqlara ünsiyyətdə kömək edir. Yalnız uşaqlara ünsiyyətdə kömək isə artıq bu inkişaf etdirici sayılmaz. Bayaq demişdim ki, hər tərəfli şəkildə təsir göstərməlidir. Deməli, yanlışdır. İnkişaf etdirici mühitin yaradılması üçün məktəbdə təhsil müəssisəsində müxtəlif fəaliyyət mərkəzləri, güşələr təşkil olunur, düzdür. Bu, inkişaf sahələri üzrə qurulur, bu da doğrudur. 38. Bu iş üsulu hər hansı bir problemi müxtəlif nöqteyi nəzərdən yanaşmağı tələb edir və kiçik qrupdadır. Kiçik qrup sözü artıq dedi ki, problemli vəziyyəti buradan silmək lazımdır. Buradan silmək lazımdır müzakirəni. Qaldı 3 variant. Problemin müxtəlif nöqteyi nəzərdən, yəni problemin birbaşa iştirakçısı olsa, təbii ki də onu daha rahat müxtəlif nöqteyi nəzərdən yanaşa bilər. Harda iştirakçı ola bilərdi? Sujetli rollu oyunlarda. Uyğunluğu müəyyən edin. Deməli, doğru və yanlış tipli test yenə də. Dayə uşağın qulluğunu nəzarətini həyata keçirən şəxsdir. Bəli, bu doğrudur. Həqiqətən də uşaqlara qulluq və nəzarət həyata keçirir. Defaktoloq uşaqların əqli, fiziki, nitqi inkişafı pozuntularını korreksiyasında məşğul olur. Nitqlə bayaq da demişdim ki, laqapet olacaq, ona görə bu yanlışdır. Sağlamlıq imkanı məhdud uşaq, xüsusi təhsil şəraitinə ehtiyacı olan, fiziki çatışmamazlığı, əqli və ya da psixi cəhətdən ləngiməsi olan uşaqdır. Bəli, bu doğrudur. Həqiqətən də bu cəhətdən müəyyən bir ləngiməsi olan uşaqlardır. Metodist məktəbdə təhsil müəssisəsində təlim tərbiyə işlərindən metodik rəhbərliyi həyata keçirir. Bəli, orta pedaqoji təhsilli mütəxəssislik təbii ki də orta deyil, ali olmalıdır. Deməli, burada doğru 1 idi, burada da yanlış 4 idi. 1 ilə 4. Y variantı. Bizə deməli Venn diaqramına əsasən sual. Bayaq yuxarıda da Venn diaqram var idi. Sadəcə biz orada uyğunlaşdırmışdıq. Amma fikir verin, burada artıq ortada sual var. Yəni elə bir variant seçməlisiniz ki, həm diaqnostika aid olsun, həm də şəxsi inkişafı izləməyə. Yəni hər ikisində ortaq olsun. Təlimi daha da effektiv şəraitdə təşkil etmək üçün tərbiyəçinin yönəldilən qiymətləndirmədir. Hansı ki, bu məsələn effektiv şəkildə təşkil etmək istəyirsinizsə, məsələn birinci diaqnostika aparırsınız, uşaqları bilirsiniz, potensial ondan sonra başlayırsınız effektivliyə. Məşğələ boyu davam edir. Bu şəxsi inkişafı izləmədir. Bu qiymətləndirmə vasitəsilə uşaq tərəfindən məşğələ boyu keçirilən mövzunun nə dərəcədə mənimsədiyi, yəni məşğələdən sonra meyarlar tərtib edərək hər müntəzəm şəxsi inkişafı izləməyə gedir. Bu qiymətləndirmə bütün qiymətləndirmədən əvvəl aparılır. Bu diaqnostikdir. Uşağın bilik bacarağı haqqında müxtəlif məlumat. Uşağın bilik bacarağı haqqında ilkin məlumatı diaqnostik hər gün, yəni müntəzəm olan məlumatlar da şəxsi inkişafı izləmədir. Yəni hər ikisində ortaq cəhəti elə Y variantı idi. Uşağın özünün qiymətləndirməsi uşaqda hansı bacarıq daha çox formalaşdırır? Əgər uşaq öz-özünü qiymətləndirə bilirsə, deməli öz-özünü təhlil edir, özünə tənqid yanaşır. Ki, mən məsələn əvvəl nəyi bacardım, indi nəyi bacaram, başlayıram özümü təhlil etməyə. Bu da olacaq tənqidi bacarıq. Növbəti, uşaqlar müxtəlif meyvələri müqayisə edir. Alma, armud, qarpız, banan və s. O əvvəlcə sadə əlamətləri sadalayır. Alma qırmızıdır, armud sarıdır, banan uzun olur, qarpız iri olur. Sonra isə dərin düşünür. Amma bunlar hamısı şirindir. Ağacda və ya da bitkidə yetişir. İçində tum olur. Onda bunların hamısını bir yerdə meyvə adlandıra bilərik. Burada uşaqların gördüyünüz fərqləndirməsi, ümumiləşdirməsi, məntiqi cəhətdən artıq burada qruplaşdırması öz əksini göstərdi. Çünki birinci fərqləndirirdi, sonra ümumi nəticə çıxartdı. Və bu nə əyani əməli ola bilməz, çünki əyani əməli kiçik yaşdaydı. Əyani obrazda nə isə təsvir etmək idi, gözün qarşısında obrazları yaratmaq idi. Burada isə daha çox məntiqi əlaqə görürəm, çünki əgər fərqləndirmək, əgər nə isə qruplaşdırmaq görürsünüzsə, ümumiləşdirmək görürsünüzsə, 100% ki, burada məntiqi təfəkkür var. Belə. Verilənlərdən biri yanlışdır. Yenə də yanlış axtarırıq burada. Didaktik oyunlar özü qaydalı oyunun növüdür. Bəli, həqiqətən də didaktik oyunlar qaydalı oyunun növü idi. Simvolik oyunlar uşağın xəyalındakı obrazları canlandırır. Mən demişdim ki, simvolik oyunda uşağın xəyalı var, amma obraz deyil o, əşyadır. Obraz olanda olurdu sujetli rollu oyunlar. B variantı yanlışdır. Sens motor oyunda kiçik motor inkişaf edir, doğrudur. Elə motor sözündən burada yadınızda saxlaya bilərsiniz. Qaydalı oyun qədimdir, elə qaydası var deyə bu günə kimdə gəlir çıxır. Yaradıcı oyunlar spontan oyunlardır. Bəli, spontan yəni anidən, bədahətən yaranan oyundur. Verilənlərdən biri
Yanlışdır. Əmək bacarıqları uşağın estetik və fiziki inkişafına təsir göstərir. Bəli, demişdim. Əmək bacarıqları estetik inkişafda, amma bircə dənə özünə xidmət olanda biz bunu fizikdə də götürürdük. Ona görə 1 getdi. Körpələr qrupunda uşağın əməyi müstəqil şəkildə tam edə bilmir. Bəli, tam edə bilmirlər, çünki hələ körpədirlər. Əmək həm fərdi, həm də kollektiv qura bilərsiniz. Bu da doğrudur. Masa arxasında uşaqların davranışı əmək deyil. Bəli, masanın arxasında qaşıqdan düzgün istifadə edirəmsə, bu artıq gigiyenik qaydadır. Estetik yaradıcı inkişaf sahəsinin birinci əsas standartı əmək bacarıqlarını əks etdirir. Bəli, estetik yaradıcının da əmək bacarığı var, amma birinci bədii yaradıcılıq idi, ikinci əmək idi. Buna görə də burada yanlışlıq var. Fəaliyyət mərkəzlərinin yaratmaqda əsas məqsəd hansıdır? Baxın, demir fəaliyyət mərkəzi nə tələb olsun, nə olsun, bunu demir. Sadəcə deyir, məqsəd nədir? Məqsəd budur ki, uşaq müstəqil şəkildə götürsün, özü oynasın, öyrənsin və park yerinə qoysun. Elə müstəqillik əsas məqsədidir. C variantı. Elə Montessoriyə də aiddir bu fəaliyyət mərkəzləri, çünki onun Montessori yanaşmasında çox zəngin idi və hətta Montessorinin uşaqları müəllimlərin müşahidəsidir və uşaqlar tam olaraq özləri götürür, müstəqil öyrənir, müstəqil yerlərinə yığırlar, yəni əşyanı məqsədli şəkildə istifadə edirlər. Əl çatan olmaqdır, maraqdır, yaşdır, bir-birinə yaxın. Bunlar sadəcə ki, uşaq yaradanda sizin nəzərə alacağınız tələblərdir, amma məqsəd müstəqillikdir. Effektiv rəy ilə bağlı deyilən fikirlərdən biri yanlışdır. Yəni, effektiv rəy düzgün rəydir. Rəyin uşağın davranışı ilə də bağlı ola bilər, düzdür. Rəy uşağın inkişafına yönəldilməlidir, bəli. Uşağın nəyi necə etməsinə yönəldilməlidir, bəli. Uşağın müsbət tərəfini vurğulamalıdır, bəli. Bir ki, səhvini göstərməməlidir. Əgər ancaq müsbət desəm, uşaq özünü mükəmməl bilər və heç vaxt çatışmamazlığını görməz. Ona görə də Y yanlış olacaq. Növbəti, uyğunluğu müəyyən edən reaktiv yanaşma, bir də proaktiv yanaşma. Bu reaktiv hansı ki, əvvəlcədən qrup qaydası olmayan yanaşmadır. Proaktiv isə daha yaxşı, yəni qrup qaydaları olandır. Bir daha yerindən danışsanız qrupdan xaric ediləcəksiniz. Əgər uşaq yerindən danışırsa, deməli sizin qrup qaydanız yoxdur. 1-ə A. Sonra yalnız müəllimin işarəsi onda danışırıq. Deməli burada qayda var. 2-yə B. Yoldaşlarınız danışdıqdan sonra sual veriləcək. Kim cavab verməsə qiymət aşağı düşəcək. Bu da təbii ki də zəifdir, yəni reaktivdir, mənfidir. Diqqətlə danışanı dinləyirik. Bəli, diqqətlə danışanı dinləyiriksə, deməli artıq bizim qrupumuzda qayda var ki, danışan zaman dinləmək lazımdır. Burada da deməli uyğunluğumuz, yəni proaktiv oldu burada da. Burada da uyğunluğumuz 1-ə AC, 2-yə də B ilə D. Yəni B variantı. Müəllim qrupdakı davranışına görə uşağı danlayır. Hərəkətlərindən nəticə çıxarmaq əvəzinə müəllimdən inciyən uşaq oyunda passivlik nümayiş etdirir. Bunu müşahidə edən müəllim davranışla bağlı hansı reaksiyanı verməsi daha məqsəd uyğundur. Yəni uşağı danlayıb, uşaq ondan inciyir və bundan sonra artıq məşğələlərə falan qoşulmur, passiv olur. Problemin həlli üçün vaxt verməlidir. Hansı ki, vaxt versə uşaq bəlkə də heç yaxınlaşmayacaq. Uşaqla fərdi söhbət, yəni uşaqla fərdi söhbət aparılaraq məncə burada problem həll edilməlidir. Uşağın harada səhv yolu verdiyi başa salınmalıdır. Hansı ki, burada uşaq incidiyi üçün, yəni burada və müəllim onu danladığı üçün təbii ki də burada bir mənfilik var. Bütün uşaqların məsələni müzakirə etmək, bütün uşaqların qarşısında bunu həll etmək olmaz. Problemi böyütməmək, bu da oradan mənfi qalması deməkdir. Yəni elə problem kimi qalacaq. 49. Səhər qəbulundan əvvəl səhər fəaliyyəti. Deməli, bizə bu hissədə səhər qəbulundan əvvəl olanlara plus qoyacağıq. Bu hissədə ancaq səhər fəaliyyətinə aid olanlara plus qoyacağıq. Uşaqların müxtəlif fəaliyyət növləri üzrə fərdi iş aparılır. Fərdi iş aparırıq, amma qəbuldan əvvəl yox. Səhər fəaliyyətində. Bir yanlışdır ona görə. Yanlış deyil, sadəcə uyğunsuz yerdə dayanıb. Səhər yeməyinin təşkili. Bəli, səhər yeməyinin təşkili qəbuldan əvvəldir və bu zaman uşaqlara aşılayırıq ki, necə əyləşmək lazımdır, necə istifadə etmək lazımdır, yemək cihazlarının düzgün istifadəsi bu qəbuldan əvvəldir. Doğrudur. Tərbiyəçi müəllim uşaqları oxumaq üçün bədii ədəbiyyatı hazırlamalıdır. Bəli, bədii ədəbiyyatı hazırlayır ki, mən deyək ki, günün digər yarısında mən nə oxuyacam, nə edəcəm, bunu planlaşdırır. Bu da doğrudur. Uşaqların olduğu qrupda səhər qəbulu hər gün bədən temperaturunun ölçülməsi. Bu səhər qəbulundan əvvəldir, səhər fəaliyyətində deyil. Uşaqları qəbul edən zaman baş verir. Səhər saatlarında uşaqlara gimnastik hərəkətlər yerinə yetirilməsi, gimnastik hərəkətdə yeməkdən əvvəl edirik, yəni qəbuldan əvvəl edirik. Bu da yanlışdır. Sonra uşaqlarla söhbətlər təşkil edilməsi, bəli, müsahibə təşkil edirik. Hansı ki, müsahibə, yəni müsahibə ya müşahidə təşkil edirik, bu da səhər fəaliyyəti zamanı olur. Deməli, burada da, baxın, qəbuldan əvvəl deyirsən, hansı ki, uşaqları qəbul edən zaman sizin etdiklərinizdir. Uşaqları qəbul edə, məsələn, temperaturunu ölçürsünüz, valideynlərlə söhbət edirsiniz, özünüz hazırlaşırsınız məşğələrinizə, bədii ədəbiyyatınızı seçirsiniz, gimnastika edirsiniz, yemək təşkil olunur, yemək yeyirlər, yemək qaydalarını xatırladırsınız. Baxın, bunlar da səhər fəaliyyəti artıq müşahidə, müsahibə edirsiniz, əmək fəaliyyətidir, oyun qurursunuz, məşğələlərinizi keçirirsiniz, artıq belə davam edir. Yəni bu qaydada yadınızda saxlaya bilərsiniz. Deməli, burada doğrumuz 2, 3 və
6 oldu. Yəni Y variantı. 50. Tərbiyəçi uşaqlara nağıl danışır. Nağıldan bəzi sözləri seçir. Yaxın mənalı sözlərlə əvəz edir. Bu zaman uşaqlarda formalaşan tələbat. Baxın, sözlər seçirlər, nağıl danışırlar. Nağıldakı sözlərə yaxın sözlər deyirlər. Deməli, burada daha çox nə olacaq? Ünsiyyət. Ünsiyyətə girirlər. Ünsiyyət yəni nitq uşaqda formalaşacaq daha çox. Uşaq rəsm çəkərkən karandaşı düzgün tuta bilmir və cizgiləri əyri çəkir. Baxın, çəkə bilmir. Deməli, kiçik motor tam inkişaf etməyib. Müəllim uşağın bu çətinliyini qeyd edir və onun barmaq əzəllərini inkişaf etdirmək üçün geridən fiqur. Müəllim onu görür və inkişaf etdirmədən keçmiş. İnkişaf etdirəcək bir tapşırıq verir. Deməli, burada inkişaf yönümlülüyün tələbi reallaşmış olur. Təhsil kiçik motor desəydi, şəxsiyyət yönümü götürə bilərdik. Amma fikir verdiniz, müəllim artıq onu gördü və inkişaf etdirdi. Deməli, burada inkişaf yönümlülüyü olacaq. 52. Uyğunluğu müəyyən edirik. Yenə də burada doğru uyğunluq testləridir. Yəni, yanlışa yanlış, doğruya doğru. Alt standarta əsasən məşğələnin iş üsulunu müəyyən etmək. Biz alt standarta əsasən bilə bilmərik ki, məşğələdə hansı iş üsulundan istifadə edəcəm. Çünki məqsəd çıxmalıdır. Mən məqsədimə baxmalıyam. Ondan sonra bilməliyəm ki, bu məqsədə çatmaq üçün mənə hansı metod, iş üsulu, yol lazımdır. Məqsəd indiki zamanda olur, ölçülə bilən olur. Bu doğrudur. Resurs hər zaman məqsədə əsasən müəyyən olunur. Xeyr, hər zaman məqsədə əsasən müəyyən olunmur. Çünki perspektivdə resurs yazılır, amma orada məqsəd yoxdur. Bu yanlışa yanlışdır. Alt standarta əsasən meyar tərtib olunur. Meyar demişdik ki, məqsədə əsasən tərtib olunur. Buna görə də bu doğruya, yanlışa doğru oldu. Bunu da götürmədik. Məqsəd uşaqların çatması nəticə yönümlü prinsipini əks etdirir. Bəli, biz məqsədə çatırıqsa nəticə yönümlü müəllimik, amma nəticə yönümlüyük ümumiyyətlə. Amma bu doğrudur, bu yanlışdır. Ona görə bunu da götürmədik. Burada sadəcə 2 və 3-ü, yəni D variantını götürmüş olduq. Tərbiyəçi müəllim məşğələ zamanı bəzi hesablamaları yerinə yetirə bilmədiyini görür uşağın. O uşağa heç bir zaman düzgün işləyə bilmirsən deyir. Müəllim hansı etik davranışı pozur? Baxın, uşağın səhvini görür və uşaqda daha çox özgüvən yaratmaq, eybi yoxdur, bu dəfə olmadı, növbəti dəfə bacararsan, yol göstərməkdənsə uşaqla kobud danışır. Sən elə həmişə beləsən, heç bir zaman da bacarmayacaqsan. Bu tərz danışırsa, deməli o müəllimədə mədəni davranış yoxdur. Uşaqla düzgün kommunikasiya, əlaqə qura bilmir, ünsiyyətə girə bilmir. 54. Uşaqların ətrafda gördükləri haqqında daha çox sual verməsi hansı tələbatın ödənildiyini göstərir. Baxın, uşaq daim məsəl üçün görür, sual verir. Deməli, o nə etmək istəyir? Öyrənmək istəyir. Onu dərk etmək istəyir. İdrak tələbat olacaq. Daha çox sual verirəmsə, idrakda, hətta idrak, belə deyək də, uşaqlarda suallar iş üsulunun bir açar sözü var, idrak fəallığını artırır. Elə buna görə, çünki sual verdikcə uşağın idraki fəallaşır. Piaget nəzəriyyəsinə görə abstrakt düşüncənin əsası qoyulduğu mərhələ, abstrakt düşüncənin əsası qoyulur konkret əməldə, yəni 7-11 yaş dövründə. Tam olaraq abstrakt düşüncə formalaşacaq formal əməldə. Tərbiyəçi uşaqlara kağız üzərində müxtəlif həndəsi fiqurları yuxarı, aşağı, sağ və sol küncədə yerləşdirməyə tapşırır. Bu fəaliyyət hansı yaş qrupunda məkan anlayışının mənimsənilməsidir? Biz bildik ki, sağdır, soldur. Bu tipli anlayışların öyrədilməsi böyük qrupda idi. Əgər desəydik ki, o qruplaşdırma anlayışları olsaydı orada nəsə, bu zaman məktəbə hazırlıq götürə bilərdiniz. Amma burada sadəcə sağ, sol, məkan, yəni bu kimi tipli sözləri öyrənirlər. Ağ kağız incəsənəti adlanan həndəsi fiqurların öyrənməsində və əqli inkişafında böyük rol oynayan texnika, bu texnika origami texnikasıdır, unikal texnika sayılır, ağ kağız incəsənəti sayılır. Buna görə də origamidir. Aplikasiya ümumiyyətlə kəsib yapışdırmadır, gil işi yapmadır, qrattaj qara kağızın üzərinin cızmaqdır, tüklü faktor isə orada əllə cıraraq müxtəlif məsələn əşyalar hazırlamaqdır. Bu da aplikasiyaya aiddir. 58. Uşaqlar rəsm çəkərkən eskizləri qurmağa başlaması, fəzada elementləri düzgün yerləşdirməsi. Baxın, eskiz sözünü harda görsəz, fəzada yerləşmə varsa eskizdir, fəzadır, bu açar sözü böyük qrupda. Təlim nəticəsi əlçatan olmalıdır fikri hansı variantda dəqiq şəkildə ifadə olunur? Təlim nəticəsi əlçatan. Bizdə məsələn smartda yadınızda da buradakı A deyirdi ki, əlçatanlıq. Bu da hər uşağın potensialına uyğun şəkildə. Məsələn, 3 məqsəd yazırdımsa, asan, orta, bir də çətin yazırdım. Niyə görə? Çünki əlçatan olsun. Hamı çata bilsin ona. Deməli, uşağın potensialını nəzərə almaq deməkdir əlçatanlıq. Deyir ki, təlim nəticəsi xüsusi söz. Xüsusi söz smartın sığısıdır, spesifik. Ölçmək, M-dır, meyardır. Potensiallar əsasən müəyyən olma, A, əlçatanlıqdır elə C variantıdır. Vaxtın müəyyən olması time'dır, T-dır. Əlçatan olmaq üçün resurs seçilməsi resursların özüdür. Əlçatan olması onun potensialının nəzərə alınması deməkdir, yəni C variantı.
Uşaqlar arasında fikirlər, ideya mübadiləsi gedir. İdeya mübadiləsi gedirsə artıq uşaqlar arasında, deməli mən deyirəm, qarşı tərəf cavab qaytarır, uşaq deyir, digər uşaq qaytarır. Deməli bu fikir mübadiləsi, ideya mübadiləsi, deməli nəsə müzakirə gedir burada. Əqli hücumda ideyaları toplayırıq, amma müzakirədə ideya mübadiləsi gedir. Bu günlük sınağımız bu qədər. Növbəti həftə yenidən sınağımız təşkil olunacaq. Hətta o daha da müxtəlif formatda olacaq. Bu haqda isə sınaq qrupumda kifayət qədər məlumatlar veriləcək. Sınaq qrupuna qoşulmaq üçün də burada gördüyünüz nömrəyə yaza bilərsiniz.